Deməli, 2 nömrəli testə baxırıq. Verilib ki, bax bu ortada verilən 6, 3, 6-nı 3-ə vuranda 18 edir. 6-dan 3 çıxanda 3 edir. 6-nın üzərinə 3 gələndə 9 edir. Yəni hasili, cəmi, fərqi hesablayırıq. Və 6-nı 3-ə böləndə və qisməti də 6-nı 3-ə böləndə isə 2 edər. 6-nı 3-ə böləndə 2 edər. Daha sonra digər növbətiyə baxaq. Növbətidə nə verilib? Deməli, 8-i 2-yə vuranda 16 edər. 8-in üzərinə 2 gələndə 10 edər. 8-dən 2 çıxanda 6 edər və 8-i 2-yə böləndə cavab 4 edər. Yəni ikincinin də qaydası oldu. İndi bu birində də həmən qayda ilə deməli 36. 36 nəyəsə hasil olmalıdır. Variantlara baxanda 6 ilə 6 ola bilər, 12 ilə 4 ola bilməz, 5 ilə 7 ola bilməz, 3 19 ola bilməz. A ilə B-yə baxaq. B də ola bilməz, çünki dediyim kimi cəmi hasili hesablayırıq. Bu zaman da uyğun gəlmir. Lakin A variantında uyğun gəlir. Hansı ki 15-dən 3 çıxanda 12 edir. 12-dən 3 çıxanda 9 və 12-ni 3-ə böləndə 4 edir. Yəni A variantıdır bu da.